Salam, gəlin bugün birlikdə biokimiyaya aid olan məsələnin həllinə baxaq. Bizdə deyilir, zülal molekulunun translasiyası zamanı kimyəvi elementlərin nüvələrinin tərkibində 2000 proton olan su molekulları əmələ gəlmişdir. Bu zülalın orta nisbi molekul kütləsini hesablayın. Suda olan protonların sayını bilməklə zülalın translasiyası zamanı əmələ gəlmiş olan su molekullarının sayını hesablaya bilərik. 1 mol suda 10 ədəd proton olduğunu bilərək zülal molekulunun translasiyası zamanı əmələ gələn su molekullarının sayını tapa bilərik. Yəni 2000 ədəd protonu bölərik 10-a və taparıq ki, translasiya zamanı 200 molekul su əmələ gəlmişdir. Və artıq su molekullarının sayını tapdıqdan sonra rahatlıqla zülalı əmələ gətirən amin turşularının sayını tapa bilərik. Bilirik ki, amin turşularının sayı hər zaman əmələ gələn su molekullarının sayından bir vahid çox olur. Yəni, M+1 şəklində olur. Buradan da 200 molekul su tapmışdıq, yəni N'imiz 200-dür. 200 plus 1 bərabərdir 201 ədəd amin turşu. Amin turşu. Tapdıq ki, amin turşumuz 201 ədəd olmuşdur. Və artıq rahatlıqla bu zülalın orta molekulunun nisbi ədəd amin turşu olduğunu tapdıq. Artıq amin turşunu tapdıqdan sonra rahatlıqla zülalın orta nisbi molekul kütləsini hesablaya bilərik. Bilirik ki, zülalın daxilində hər bir amin turşusunun kütləsi 110-a bərabərdir. Bunu bilərək 201 amin turşumuz var. 1 molekul, yəni bir dənə amin turşusunun kütləsi 110-dur. 101-i vurarıq 110-a və taparıq ki, bizim zülalımızın orta nisbi molekul kütləsi 22110-a bərabərdir.